Salam əleykum doktorlar. Hər vaxtınız xeyirli olsun. Ümid edirəm yaxşısınız. Deməli mən bu videonu YouTube kanalımda da paylaşacağam. Hazırlığa qoşulma imkanı olmayan tələbələr də, doktorlar da bizim hazırladığımız sınaqlardan istifadə edə bilsinlər, faydalansınlar. Rezidentura təməl fənlər imtahanı bildiyiniz kimi, yəni sadəcə keçidi keçmək üçün lazım olan bir imtahandır. Və bunun üçün də biz hazırlıqda əlimizdən gəldiyimiz qədər hazırladığımız materialların bir qismini də hər kəs üçün paylaşırıq. Deməli bu videoda hazırladığımız sınaqlarla bağlı bir paylaşım edəcəm. Bu ekranda hal-hazırda gördükləriniz bizim hazırlıq qruplarımızdır. Rezidentura təməl klinik müzakirə qrupu o hazırlıqla bağlı deyil, ümumi qrupumuzda yəqin orada hamınız çoxunuz varsınız. Digər hazırlıq qrupları barəsində deməli ayrıca video çəkib YouTube kanalında paylaşacağam. Kimlər istərsə offline şəkildə alıb qoşula bilər, istifadə edə bilərlər. Həm STD dərsləri ilə bağlı, həm hazırlıq paketi, dərs izahı videoları, support testləri falan hamısından istifadə edə bilərsiniz. Və yaxud hamısı bir yerdə olan ümumi paketlərimiz də var, qiymətləri çox ucuzdur. İndi keçək çox uzatmadan təməl sınaqlar və izahlarla bağlı olan paketimizə. Deməli burada biz 5 əsas fəndən sınaqlar hazırlamışıq. Biokimya, mikrob, patfiz, patan və norfizdən. Bu qrupu da ayrıca ala bilərsiniz. Burada biz sınaq videoları da çəkib hazırlayıb atırıq bu qrupa. Deməli, patandan hazırladığımız sınaqlar və videolar hazırdır burada. Əli doktor tərəfindən hazırlanıb. Əli doktorla birlikdə hazırlamışdıq. Videoları özü çəkib. 23 mövzu sınağı başlığı altında və 4 dənə də ümumi sınaqda. Həmçinin stomatologiya tələbələri üçün də 4 dənə ayrıca ümumi sınaq da hazırlamışıq patoloji anatomiyadan. Çünki bildiyiniz kimi stomatologiyada ixtisasında patoloji anatomiyadan bir çox mövzular çıxarıldığı üçün onların suallar biraz fərqli olur, sual bölgüsü. Ona görə gördüyünüz kimi burada stomatologiya ilə bağlı ümumi sınaqlarımız var, 4 ədəd. Hamısında izah videoları var. Həmçində digər fənlərdə patfizdə videolar hələ ki atılmayıb, atılacaq inşallah. Norfizdə həmçinin, norfizdə də hazırlanıb bütün sınaqlar və 4 dənə də axırda ümumi sınaqdır. Və mövzu sınaqlarımızda dəyişir sayı. Məsələn, açıqdan 3 dənədir, əzələdən 3 dənə, mərkəzi sinəsdən 2 dənə. Bu şəkildə var hamısından. Yəni azı 2 dənədir. Patanda amma 1 sınaqdır hər birindən. Patfizdə də 2, 3 var, 1 var hər mövzudan. Mikrobdan hələ ki bir ümumi sınaq hazırlamışıq. Yavaş-yavaş atacağıq digər sınaqlarda. Biokimya sınaqlarımız da hazırdır. Biokimyadan da 8 mövzu başlığı altında suallar atmışıq, sınaqlar atmışıq daha doğrusu. Hormonlar, orqan toxumların biokimyası, nuklein tuşları, zulal, vitamin, lipidlər, fermentlər və karbohidratlar. Axırda da 2 dənə ümumi sınaqdır. İndi mən bu videoda sizə karbohidratlardan hazırladığımız 3 sınağın ilk sınağı ilə bağlı qısa bir izah verəcəm. Deməli, açaq sınağımızı. Deməli, bu sınaqları da Vilayət doktordan hazırlamışıq. Sınaq 3 dənədir. Axırda da bu şəkildə cavabları var sınaqların. Deməli, birinci izaha başlamamışdan əvvəl onu deyim ki, burada bu sınaqda olan suallar statik biokimya ilə bağlıdır. Yəni, karbohidratların statik biokimya olan hissəsidir. Reaksiya olan hissədən sual yoxdur burada. Deməli, indi izaha keçək. İlk sualda ketozalara aid monosakariti soruşur. Deməli, bu çox sadə tipli test tapşırıqdır və imtahanda da bəzən hardasa hər fəndən zaten elədir. 3-4 dənə çox sadə tipli test tapşırıqları düşür. Ona görə biz bacardığımız qədər çalışırıq ki, sınaqlarımızda da, dərslərdə də xüsusilə də asan və orta tipli sualları tələbələr öyrədir. Çünki onları öyrənmək daha rahatdır ki, onları öyrənsinlər, imtahanı zaten burada keçidi keçmək lazımdır. Burada da onlara çox üstünlük vermişik. Və bu sınaqlarda əzbər məlumatlar çoxdur. Zaten biokimya özünüz bilirsiniz, əzbərdir. Özünüz də indi sınağı izah edəndə özünüz görəcəksiniz. Demək olar ki, çoxsunda əzbərdir. Deməli, indi qısaca suallara keçək. Ketozalara aid monosakarit hansıdır? Bildiyimiz kimi monosakaritlər aldozalara, bir də ketozalara bölünürdü. Ketozalarda axırı uloza şəkilçisi ilə bitirdi. Aldozalarda isə axırı oza şəkilçisi ilə. Burada sadəcə olaraq bəzi istisnalar vardır ki, o istisnaları da ümid edirəm ki, çoxunuz bilirsiniz. Çünki bu istisnalar vacibdir. Yəni bu sonu şəkilçisi ilə bitməyib, amma aldoza və ketozalara aid olan maddələr var. Məsələn, dihidroksiaseton ketozadır, bunu unutmayın. Və Dövlət İmtahan Mərkəzi belə istisnaları çox sevir, soruşurlar.
Həmçinin deməli gliserin aldehidi də bildiyimiz kimi aldozalara aiddir. Burada həmçinin fruktoza axırı oza ilə qurtarsa da ketozalara aiddir, yəni istisna durumdur. Bunları unutmuruq mütləq. Hətta bu fruktozanın ketozaya aid olduğu tuz imtahanlarında da belə soruşulub. Təməl fənlərdən biokimyadan tuzda yəni rezontrozla çıxma ehtimalı daha çoxdur bu fruktozanın xüsusilə də. Deməli, burada da yenə ketozalara aid monosaxarid soruşduğu üçün axırı uloza ilə bitən pseudoheptaloza olacaq. Bu da bildiyiniz kimi 7 karbon atomu olan monosaxaridlərə aiddir. Cavab variantı A olacaq. Digərləri deməli aldozalara aiddir, digər variantlar. Keçək ikinci suala. İkinci sualda da deməli laktoza hansı maddələrin birləşməsindən ibarətdir? Bildiyiniz kimi laktoza disaxaridlərə aiddir. Deməli laktoza və digər disaxaridlərin tərkibini ümumiyyətlə əzbər bilin. İmtahanlarda soruşulub əvvəlkilərdə və yenə də soruşulacaq. Ona görə mütləq bunları əzbərləməniz lazımdır hamısını və xüsusilə də rabitələrlə birlikdə. İndi bu sınaqlarda da biz onlara üstünlük vermişik. Burada da deməli doğru cavab galaktoza ilə glukoza olacaq. Yəni beta D galaktoza və alfa D glukoza. Yaxşımı? Bunları mütləq yaxşı əzbərləyin. Əzbər məlumatdır. Sonra üçüncü glikozidlərin qeyri-karbohidrat komponenti necə adlanır? Bu məlumat da çoxunuzun gözünüzdən qaça bilən bir məlumat olduğu üçün salmışıq burada sınaqda. Deməli, slaytlarda və dərs izahı videolarımızda da bunu vurğulamışıq. Hətta mən STT dərslərində də demişəm bu hissəni. Qəbul imtahanında da sual gözləyirəm buradan gəlsin. Əvvəlki model testlərdə də var bu sual. Və bildiyiniz kimi burada A qlükan olacaq cavab. Bunu unutmursunuz, yaxşımı? Düşə bilər, sadə bir məlumatdır. Və onu deyim ki, bu birinci sınaq asan tipli testlərdən ibarətdir. Yəni deməyən ki, bu suallar çox asandır. Yəni asan tipli, o düşəcək belə deyək də, sizə imtahanda biokimyadan düşə biləcək 2-3 dənə, 3-4 dənə asan tipli suallar əhatə edir bu sınaq. Digər sınaqlar daha çox çətindir, çətinlik getdikcə artır. Dördüncü sualda təbii infer şəkər nədir? Təbii infer şəkər bildiyiniz kimi baldır. Orada da bildiyiniz kimi saxarozadır tərkibi və balda saxaroza, deməli, saxaroza fermenti tərəfindən qismən hidroliza olunduğu üçün inverse şəkər adlanır. Bunu unutmuruq. 5-ci sualda yenə ketozalara aid monosaxarid soruşulur. Bayaq bunu izah elədim. Axırı nə ilə qurtarırdı? Uloza ilə. Deməli, burada nə olacaq? Ribouloza, yəni C variantı. Bunu unutmuruq. Ondan sonra 6-cı sualda trisaxaridlərin nümayəndələrini soruşur. Bunlar da sadə tipli test tapşırıqlarıdır. Səhv etmirəmsə 2023-cü ildə trisaxaridlərin nümayəndəsi rafinozadan bir sual gəlmişdi. Onun tərkibi ilə bağlı idi. Rafinozanın tərkibini qəşəng öyrənin. Xüsusilə də oradan deməli buradan sual gələ biləcək. Birinci sualın cavabını deyib sonra digər şeylər deyərəm. Deməli burada düzgün cavab D variantıdır. Rafinoza, melositoza və gensianozadır. Melositoza ilə gensianoza çox adam gözündən qaçır, fikir vermir. Testlərdə çox soruşulmadığı üçün burada salmışıq. Bunları qəşəng əzbər bilin. Çox adam bunların nə olduğunu bilmir, hətta adını belə unutur və yaxud tərkibini bilmir. Bunların tərkibini də yəni bilməyiniz çox önəmlidir. Rafinozada deməli sizin önəmli olan nədir bilməli olduğunuz? Tular, deməli bir də bir şey demək unutdum, onu tez deyim. Ondan sonra sualın izahına davam edim. Bu hazırladığımız sınaqlarda tam imtahan formatındadır. Yəni məsələn biokimyada imtahanda 10 sual düşür, qapalı tipli test tapşırır. Sınaqlarda da həm mövzu sınaqlar, həm də ümumi fən sınaqlarında da 13 sualdan ibarət etmişik hər bir sınağı. Digər fənlərdə də imtahanda olduğu kimi, məsələn, mikrobiologiya 15 sualdır, qapalı tipli 15-dir. Norfiz 15 sualdır, 10 qapalı tipli, 5 açıq tipli. Patologiyanı isə patan patfizə ayırmışıq, 13 sual patana, 12 sual patfizə ayırmışıq. Patfizin də son 5 sualı, 12 sualın, yəni 5 sualı açıq tiplidir. Bu şəkildə bölgü eləmişik. Yəni onu da deyim, nəzərinizə çatdırım. Melositoza ilə gensianozanın tərkibini sizə deyim, önəmli olan budur. Melositozada 2 alfa glukoza və beta fruktoza ilə ibarət olan trisaxariddir. Gensianozanın da tərkibi bunlar eynidir, lakin rabitələri fərqlidir. Bunu unutmursunuz. Deməli, bunlar da iynəyarpaqlı ağacların şirəsində olur, bu trisaxaridlər. Bunları unutmayın. Rafinozanın tərkibində həmçinin onları parçalayan fermentlər də var da, özünüz bilirsiniz onları yəqin ki. Deməli, rafinozada bununla bağlı qəbul imtahanı əvvəlkilərə sual düşüb. İstəyirəm məlumat verim ki, belə deyək də bu videoyla bir karbohidratların asan bilgilərini təkrarlamış olasınız.
Rafinozada deməli saxaraza fermentin təsir etdikdə deməli melitonoza və beta-fruktoza alınır. Galaktozidaza fermenti ilə təsir etdikdə isə alfa galaktoza və saxaroza alınır. Bunları dərsdə qrafiklərlə qəşəng çəkib izah eləmişik. Ondan sonra deməli yəni dərs videolarında 7-ci sualda nəyi soruşur? Burada yenə disaxaritlərin, yəni daha doğrusu oliqosaxaritlərin tərkiblərini soruşur rabitələrlə birlikdə. Bunları bilməniz vacibdir. Və bir də bir şey deməyi unutdum, onu da deyim. Burada bu sınaqda salınmamışıq, amma mən bu bilgini imtahanda bir gün düşəcəyini gözləyirəm. Belə bir sual da soruşula bilər sizdən. Slaytlarımızda da var, bu dərs izah videolarımızda da. Həmişə STR dərslərində də soruşmuşam. Tərkibində həm heksoza, həm pentoza olan disaxarit, bunu mən ümumi sınaqda salmışam bu sualı böyükmədən. Hansıdır soruşulsa, yəni tərkibində həm heksoza, həm pentoza olan disaxaritlər. Bunlar primaveroza və vissanozadır, bunu unutmursunuz. Primaverozanın tərkibi ksiloza və glikozadır. Vissanozanın tərkibi isə arabinoza ilə glikozadır. Bunları unutmursunuz. Deməli, sonra 7-ci sualda yenə dediyim kimi tərkibləri dedi. Bu da əzbərə bir məlumatdır. Deməli, burada C variantı doğru cavab. Da bir hamısını demirəm. Video çox uzun olmasın. 8-də isə südün tərkibində olan oliqosaxarit, onun komponenti və tərkibində olan rabitənin növü soruşulur. Bildiyiniz kimi südün tərkibində olan oliqosaxarit hansı idi? Laktoza idi, hamımızın bildiyi kimi və yenə onun tərkibi soruşulur. Yuxarıda da soruşmuşuq. Təkrar yenə salmışıq. Burada belə deyək də südün tərkibində olduğu bilgisini yoxlanmağa çalışmışıq sizdə. Həmçinin rabitəsini soruşmuşuq. 9-da isə homopolisaxaritlərin nümayəndələri. Bunlar da sadə bir bilgidir və salına bilər. Homopolisaxaritlər hansılardır? Heterosaxaritlər, disaxaritlər, trisaxaritlər. Bunları yaxşı öyrənin. Bəzən doktorlar qarışdırır. Ona görə sadə sualda olsa salmışıq ki, siz unutmayasınız bunları. Deməli 9-da da cavab A variantı olacaq, bildiyiniz kimi. Ondan sonra 10-cu sual. Reduksiyacılık xassələrinə malik olmayan oliqosaxaritləri istəyir bizdən. Bildiyiniz kimi bu da rabitəyə görədir. Demək 1-1 və 1-2 rabitələri normalda reduksiyacı deyil. Yəni malik olmurlar, amma 1-4 rabitəsi reduksiyacıdır. Demək bizə bu rabitəsi olan deməli oliqosaxaritlər lazımdır. Ona görə də burada düzgün cavab C variantı olacaq. Treglozada bilirsiniz 1-1 rabitədir, rafinozada 1-2 rabitəsi var. Ondan sonra 11-ci sual. 11-ci sualda qlukar, qlukon və qlikuran turşularının tərkibində olan karboksil qruplarına müvafiq olaraq sayını göstərin istəyir bizdən. Və bunu mən də STT dərslərində də vurğulamışam. Buradan sual gəlmə ehtimalı çoxdur. Bu deməli karboksil qrupları həmişə soruşulur. Artma, azalma ardıcıllığında bəzən soruşurlar. Və yaxud hansı mühitdən hansı əmələ gəlir. Ona görə bunlar qəşəng öyrənin. Xüsusilə də karboksil qruplarının sayı ilə bağlı suallar gəlir. Deməli 11-ci sualda da düzgün cavabımız D variantı olacaq. Qlükarda 2 dənə olur, digərlərində isə 1 dənədir. Bunu unutmuruq. 12-ci sual glikoza və fruktozanın reduksiya məhsullarını soruşur bizdən. Bildiyiniz kimi bu reduksiya məhsullarını qəşəng əzbərləyirsiniz. Həmçinin olan istifadə edildiyi belə deyək də klinikdə istifadə edildiyi yollarını da bilin. Məsələn, manitdən nədən istifadə olunur, sorbitdən və s. digərlərini onlar yaxşı öyrənin demişik dərslərdə. Və burada indi 13-cü sualda doğru cavabımız D variantı olacaq. Glikozadan sorbit, fruktozadan isə manit və sorbit qarışığa alınır. Yaxşı. Ondan sonra sonuncu sualımız disaxaritlərin yenə tərkibini soruşur bizdən. Melibozanın, tregalozanın və saxarozanın. Burada da düzgün cavab A variantı olacaq. Yenə əzbər bir məlumatdır. Bunları çox vacib, belə deyim də, siz bunları bir balaca A4 vərəqdən yazıb imtahan qabağı, yəni imtahan gecəsi də təkrarlamanızı məsləhət görürəm. Çünki sual gəlmə ehtimalı böyük yerlərdəndir və sadə bir şeydir. Əzbərləməniz lazımdır. Yaxşımı? Uğurlar olsun hər kəsə. Ümid edirəm faydalı bir video olmuşdur. Fikirlərinizi yorumlarda yazarsınız. Gözləyəcəm.